Salam hörmətli izləyicilər, xoş gördük sizləri Sahlənin Mətbəx kanalında. Əziz izləyicilər, bugün biz Gəncə şərbəti hazırlayacağıq. Bilənlər bilir, deməli bu şərbəti xüsusən xeyir işlərdə, yəni həyədə və digər nişanda zadda verilir. Deməli bunun üçün bizə nələr lazımdır? Reyhan toxumu, bax görürsüz, bir dənə limon, rəngi yaxşı sarı olsun deyə rəng qatacaq, sarı rəng və şəkər. Bir də təbii ki su. İndi başlayırıq bunları hazırlamağa. Deməli əziz izləyicilər, ilk öncə reyhanımızı belə qabımıza əlavə edirik. Yəni baxın beləcə etdik. Sonra isə başlayırıq limonumuzu doğramağa. Deməli limonumuzun bu tərəfini və o biri tərəfini deməli kəsirik və ortadan bölüb və xırda-xırda belə deyərdim, bax bu şəkildə belə edib və xırda-xırda dilimlərə doğrayacağıq. Belə xırda-xırda doğrayırıq. Çox yekə olsa belə ortadan bölüb belə də doğramaq olar əziz izləyicilər. Videoda. Belə xırda-xırda doğrayırıq. Gördünüz, beləcə bu şəkildə doğrayırıq limonumuzu. Belə xırda-xırda doğrayırıq. Deməli əziz izləyicilər, gördüyünüz kimi bax limonumuzu belə xırda-xırda doğradıq və belə deyim, sulu zaddı tökürük bax qabımıza. Beləcə tökdük. Deməli əziz izləyicilər, limonumuzu tökdükdən sonra bu şərbətdir. Buna özünüz nə qədər istəsəz şəkər tökə bilərsiniz. Yəni belə deyək də, ağız tadınıza uyğun. Mən 3 xörək qaşığından biraz çox tökdüm. Deməli və bir əcə də rəngimizdən qatırıq. Bax belə sarı rəng qatırıq ki, buna xüsusi sarılıq versin. Bax belə də sarı rəng. Və suyumuzu əlavə edib yaxşıca belə taxta bir qaşıqla qarışdıracağıq. Suyumuzu əlavə edirik. Gördünüz əziz izləyicilər, necə gözəl alındı. Rəngi çıxdı demək olar ki. Və yaxşıca belə qarışdırırıq. Beləcə qarışdırdıq və şərbətimiz artıq hazırdır. Deməli əziz izləyicilər, şərbətimiz artıq hazırdır və belə süzə bilərik. Tamına baxın. Əla, çox gözəl alınıb. Deməli əziz izləyicilər, gördüyünüz kimi Gəncə şərbətimiz hazırdır. Beləcə hazırlayın və xeyir işlərdə verin. Yəni bunu hazırlamaq elə də çətin deyil. Limon xırda-xırda doğranılır, reyhan toxumu əlavə olunur, biraz rəngi gözəl olsun deyə rəng və şəkər, yəni özünüzün zövqünüzə uyğun və su.
qarışdırılır və beləcə hazırlanır. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın əziz izləyicilər.